Salam dostlar, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi Qazanc Yolu kanalında. Deməli bu gün yenə 200 dollarla trade başlayırıq. Nəyə görə 200 dollar? Çünki keçən səfər 443 dollarda bonus məbləğimiz var idi və bonus məbləğini sildikdən sonra yerdə 200 dollarımız qaldı. Bonus ilə irəliləmək istəmədik və bu 200 dollarla biz yeni bir challenge-ə başlayırıq. Məbləğimiz, hədəfimiz biraz orta səviyyə böyükdür. Hal-hazırda indi birazdan ekrana gətirəcəm yazdığımız planı. Planımıza əsasən irəliləməyə çalışacağıq. Hal-hazırda plan ekrandadır, görə bilərsiniz. 3 mərhələli şəkildə göstərmişəm sizə. Yaxınlaşdırıb bunu videonu saxlayaraq baxa bilərsiniz. 200 dollardan başlayaraq planımızı tamamlamağa çalışacağıq. İlk əməliyyatımız plusla nəticələnib, ikinci əməliyyatımızda trend xəttimizi çəkmişik, əməliyyata girdik. Sadəcə olaraq ilk əməliyyata girdiyimizdə nəticəmizin minus olmağının səbəbi vaxt time frame-i düzgün seçməməyimiz, yəni 1 dəqiqəlik vaxt intervalında seçməyimizdən irəli gələn olan bir şeydir. Daha sonrasında isə baxırıq və vaxtımızı yenidən 2 dəqiqəyə yüksəldirik və bununla əməliyyat açırıq. Hal-hazırda gördüyünüz hissədə həm trend xətti çəkilib, həm də gördüyünüz kimi FVC zonası var, yəni boşluq var və həmin zona doldurulduqdan sonra yuxarı yöndə hərəkət davam etməlidir. Yəni həmin zona boş qalmamalıdır və videoda da bu FVC zonasını da çəkib sizə göstərmişik dostlar. Ümid edirəm ki, video hər biriniz üçün gözəl və yararlı bir video olar. Çoxdandır həm YouTube'da, həm digər sosial medialarda yox idik. Geri gəldik, yeni gəlməmişik, geri gəldik. Dostlar, bir də onu nəzərinizə çatdırım ki, hal-hazırda bu videonu Milyonluq Düşün kanalında yayımlamağımın səbəbi bu və bundan öncəki videonu köhnə izləyicilərimin yenidən videoları görərək kanalın aktiv olduğunu bilməsini istəməyimdən irəli gəlir. Amma bunu qeyd eləməliyəm ki, artıq biz Qazancın Yolu kanalı ilə 8000 abunəsi olan kanal ilə davam edəcəyik. Milyonluq Düşün kanalı isə daha başqa formatda istifadə olunacaq və bunun üçün sizi digər kanalıma dəvət edirəm. Hal-hazırda FVC zonasını görürsünüz və burada əməliyyatımız açılıb 2 dəqiqə müddətinə aşağı yöndə. Səhv etmirəmsə 6 ədəd əməliyyatdır. Videonu bu dəfə sonradan səsləndirirəm deyə və telefonda çəkmişəm deyə çox yaxından görə bilmirəm əməliyyat sayını, ona görə tam dəqiq rəqəm deyə bilmirəm sizə, amma siz hal-hazırda izlədiyiniz zaman nə qədər olduğunu onsuz da görürsünüz. Deməli, yəni 20 dollar ilə niyə görə əməliyyat açıram, onu da deyim sizə dostlar. Yəni 200 dollarda 20 dollar normalda böyük məbləğdir. Bacardığınız qədər balansınızın 1%-dən yuxarısı ilə əməliyyat ümumiyyətlə açmamağa çalışın. Mən sadəcə olaraq təcrübədən irəli gələrək bunu edirəm. İlk mərhələdə riskə getməyimin səbəbi balansımı biraz yüksəltmək, ondan sonra normal trade etməkdir. Onu da qeyd edeyim ki, planımızda stabil bir faiz dərəcəsi var və həmin faiz dərəcəsinə uyğun hərəkət edirik. 8.3%. Yəni hər belə desək, mərhələdə hər bir gün olaraq qeyd eləmişik, yəni 60 günlük bir mərhələ olaraq qeyd eləmişik biz planımızı. Amma təbii ki, hər videoda bir gün hər səfərində gediləcək deyə bir şey etməyəcəm mən. İlkin mərhələlərdə bacardığım qədər günlərin bir neçəsini necə deyərlər, yəni keçməyə, adlamağa çalışacağam. Daha sonrasında isə məbləğ böyüdükdən sonra isə yəni normal olaraq qazanca uyğun olaraq ola bilər ki, bir gün gedər. Hal-hazırda isə həmin gördüyünüz FVC zonası doldurulduqdan sonra əməliyyatımız yenidən trend xəttini qıraraq yuxarı yöndə hərəkət edir və buradan yenidən biz 60 dollar məbləğində yuxarı yöndə əməliyyat girmişik. Və burada trend xəttini çox adam bunu məndən soruşur, nədir bu deyə. Bu ümumiyyətlə siz baxsınız, mən hətta burada trend xəttini çəkdikdən sonra yanlış yerə qoymuşam, yəqin ki fikirdə olmuşam.
qırılmanın tam üstünə qoymaq lazımdır və oradan həmin məbləğ qədər, daha doğrusu məsafə qədər, pips qədər yüksəlişi görmək mümkündür. Bu belə desək ki, TradingView-da əgər Fibonacci xəttlərini çəksəniz və görəcəksiniz ki, həmin orada da göstərilən səviyyədir. 0.618 səviyyəsinə qədər olan səviyyəni göstərən hissədir bu. Bunu sadəcə olaraq mən manual olaraq şəkildə, yəni əldə çəkilən şəkildə özüm edirəm çox vaxtı. Bu hər hansı bu cür qırılmalarda çiyin-baş-çiyin informasiyası olsun, istər W hərfi olsun, bunlar da mərkəz hissənin boşluğu qədər məsafəni ölçüb götürdükdən sonra ki, formasiya tam yaranıb qırıldıqdan sonradan bəhs edirəm mən bunu. Mərkəz hissənin boşluğu qədər davam hərəkəti görə bilərsiniz ki, burada da eyni hərəkətin davamiyyəti gedib və biz də bunun üçün əməliyyata girmişik. Çalışacağım ki, bundan sonraki videoları necə deyərlər, kompüterdən promo şəkildə həm səsləndirib, həm də videonu əməliyyatları açaraq çəkim sizə. Necə ki, keçən videonu daha doğrusu səsləndirməyi heç ümumiyyətlə etməmişdim. Amma bundan sonraki videolarda olacaq. Deməli, burada da əməliyyatımız plusla nəticələndi dostlar. Keçirik növbəti əməliyyatımıza. Bu əməliyyat səhv eləmirəmsə sonuncu əməliyyatımızdır. Çünki biz plana bağlı olaraq hərəkət etdiyimizə görə və hətta planda bir neçə mərhələni sonradan adladığımıza görə necə deyənlər, burada yekunlaşdırmağa qərar almışıq. 200 dollar ilə başladığımız balans və hal-hazır ki, sonuncu əməliyyatda plus olduqdan sonra 430 dollar balans olaraq nəticələnir. Deməli dostum, hal-hazırda əməliyyatımız davam edir və sizə hal-hazırda mən ekrana gətirmək istəyirəm planımızı və planımızda gördüyünüz kimi artıq bu əməliyyat da təsdiqləndikdən sonra biz hardasa 10 gün ilə 11 gün arasındakı bir məsafəni qət etmiş oluruq. Yəni toplamda 440 dollar göstərir, 410 ilə 440 arası, amma bizdə 410 dollar, 430 dollar balans olduğuna görə 10-11-ci gün arasındakı səviyyəyə çatmış oluruq. Və hal-hazırdakı yüksəliş bizi qane edən bir yüksəlişdir. Bugünkü qazancımız bizi qane edir və həddindən artıq çox riskə getmədən normal səviyyədə sadəcə bir səfər böyük bir riskə gedərək, geri qalanlarında isə düzgün nöqtələri seçərək əməliyyatımızı yekunlaşdırdığımızı düşünürəm. Hər birinizə xoş günlər arzulayıram. Qazanc yolunda olun, qazanc yolunda olmağa davam edin dostlar. Yaxın müddətdə gözəl videolarımız və gözəl proyektlərimiz olacaq. Bizi izləməyə davam edin. Bizimlə birlikdə qalın ki, bizimlə birlikdə qazana biləsiniz dostlar. Sağ olun, hər biriniz özünüzə yaxşı baxın, qazanc yolunda olun.